Salam əziz dostlar. Bugün bizim çox maraqlı bir qonağımız olacaq. Güneyli memar, belə deyək, ictimai fəal bir insan, Yaşar Babayev. Xoş gördük Yaşar bəy. Hoş gördük Elmir müəllim, hoş gördük. Yaşar bəy, siz artıq uzun illərdir Azərbaycanda yaşayıb fəaliyyət göstərirsiniz. Mənim bildiyimə görə belə 20 ildən çoxdur da, yəni təxmini. Bəli, Uzun illərdə biz sizinlə münasibətlərimiz olub, dostluq, belə əməkdaşlıq eləmişik hər sahədə. Maraqlıdır ki, çox uzun illər keçməyinə rəğmən siz güneydəki bütün bu hadisələri çox aktiv izləyirsiniz. Biz hər dəfə müzakirə edirik sizlə, bu barədə danışırıq. Siz bu barədə olduqca şəxsən mənə hər zaman kompetent bir fikir sahibi kimi gəlmisiniz. Hazırda proseslər çox intensivləşib. Ona görə düşündüm ki, sizi çağırıb bu barədə söhbət eləyək. Güneydə gedən proseslər barədə və bu prosesin birbaşa quzeyə də təsiri haqqında. Son aylarda bu İran ümumiyyətlə problematikası çox intensivləşib. Yəni biz bilirik də ki, Trump'ın xüsusi nümayəndəsi İran dövləti ilə birbaşa ya birbaşa olmasa da dolayısı yolla müzakirələr aparır. İran dövlətinə hətta belə deyək, ultimatuma bənzər bir fikir də bildirilib ki, nələr baş verə bilər nüvə proqramından əl çəkməsə. Bundan başqa regionda çox böyük hadisələr baş verdi də. Keçən ilin dekabrında Suriya dövlətində tamam bir belə ildırım surətli hadisələr baş verdi. Sonra başqa regionun başqa bölgələrində belə deyək də Şiə yarım ayı var. Belə deyək. Ay parası. Ay parası belə bir fikir var. O da İranın bir növ belə deyək hissəsi idi də, onun müdafiə xətti. O da yarıldı. Azərbaycanla münasibətdə isə çox qəribə proseslər baş verir. Hamımıza məlumdur ki, yaxın demək günlərdə, yaxın bir zamanda İran prezidenti Pezeşkiyanın çox böyük bir nümayəndə heyəti ilə Bakıya gəlişi gözlənir və orada Qərbi Azərbaycan, Şərqi Azərbaycan, o birisi Ostanların başçıları da gələcək, çox mötəbər adamlar da gələcək. Bütün bunları bir yerdə baxanda, bütün prizmalardan qəribə bir mənzərə alınır. Bu barədə sizin fikrinizi bilmək istəyərdik. Sizcə nələr baş verir? Öncəliklə hər kəsi salamlayıram. Dəvətə görə də təşəkkür. Yəni, nələr baş verir deyəndə ki, yəni, belə deyək də, İranın Azərbaycan dövlətinə münasibəti həmişə göz qabağında olubdur. Yəni, ümumiyyətlə, fars dilli mətbuat, belə deyək də, açıq-aşkar ərazi iddiası irəli sürürlər Azərbaycana qarşı ki, güya Türkmənistan-Gülüstan çay müqaviləsi bitdi. Bu, bizim ümumiyyətlə Qafqaz haqqında bu sözləri, yəni, son vaxtlar hətta Ermənistan haqqında da bax, belə bir çıxışlar adam eşidir ki, bəli, bunlar hamısı İranlıdır, İran mədəniyyətidir. İran mədəniyyəti də bunlarda yəni böyük bir Pəhləvidən sonra yaratdıqları o miflərdir ki, İran xalqı, fars dilli də hamısı. Yəni, belə deyim, indi qonşuluq münasibətləridir də, yəni gəlirlər, indi nəsə elə bir böyük bir gözləntim yoxdur. Yəni, Pezeşkiyan indi istəyir 120 nəfər yox, 150 nəfərlə gəlsin. Onsuz da İranda qərarı bir nəfər, bir qurum verir. Yəni, o qədər perspektivdə belə bir aydın şeylər görmürəm ki, nəyəsə təsir eləyə bilər. Sadəcə, dedim, İran indi bu nüvə məsələlərində də ki, siz özünüz dediniz, dəhşət sıxıntıdadır. Yəni, ölkənin daxilində də müəyyən şeylərə artıq göz yumurlar, müəyyən bir ictimai, sosial azadlıqlar veriblər cəmaata. Yəni, bu hicab məsələsində filan artıq yuxarıdan tapşırıq var ki, işiz olmasın. Bu da bir müvəqqəti məncə bir şovdur. Yəni, bu dəqiqə İran dövləti əsas məqsədi söhbətlərlə zaman utmaq, zamanı uzatmaq, bəlkə İsraildə Netanyahuya qarşı hərəkətlər baş tutdu, Amerikada Trump getdi və ondan sonra görək nə olur. İndi də
Azərbaycana da gəlirlər ki, bir ayaq yeri saxlasınlar özlərinə. Yəni mən elə görürəm. O qədər böyük bir şey. Yəni İran indi bu dəqiqə iqtisadiyyatı demək olar çökmüş bir vəziyyətdədir. Yəni Azərbaycana gəlib lap böyük bir heyətlə tutalım gəlib harda investisiya qoyacaq, nə edəcək? Yəni onsuz da blokadadır, hər şey təhrimdədir, Dünya Bankı ilə əlaqəsi kəsilib. Məncə qonşuluq xətridir də, yəni gəlsinlər, xoş gəlirlər. Bax belə. Başa düşürəm sizin dediyinizi. İranda prezident vəzifəsi daha çox belə nominal bir vəzifədir, aydındır. Amma istənilən halda bu adam keçən il seçiləndə ajiyataj olmuşdu ki, açıq-aşkar Azərbaycan dilində danışır. Bu adam artıq ignor yoxdur, ən azından. Bundan başqa yuxarıdan icazə əslində İran üçün çox təhlükəli bir məsələdir. Çünki biz gərək Məhəmməd Reza Pəhləvi Şahın Ağ İnqilab ideyasını unutmayaq. Orada Ağ İnqilab ideyasını bilənlər bilir ki, yuxarıdan biz böyük islahatları yox, inqilab eləyəcəyik yuxarıdan. Yuxarıdan aşağı inqilab olacaq və bu nəhayətdə gətirib rejimi çöktürdü. İndi burada da əgər nominal olaraq, məsələn, deyirsiniz nəyəsə göz yumurlar, məsələn, mən o qədər də yaxşı bilmirəm, idmanla deyim, səmimi deyim, maraqlanan adam deyiləm futbolla, amma Traktorsazi klubunun o oyunu futboldan çoxdan keçib siyasətə. Yəni, razılaşma olar da. Bəli, bəli. Və 100 minlərlə adamlar gəlir stadiona, orada sırf idman lozunqları da olur, traktor iftixarımız və amma bundan da o yana keçən şüarlar artıq intensiv xarakter alır, daimi xarakter və bu bir nəfər deyil, 2 nəfər deyil, 5 nəfər, 100 nəfər deyil də. Yəni milyonların söhbətidir. Necə? Milyonların söhbətidir. Yəni bəli. Özdə 2 taya da sirayət eləyib. Burada da Bakıda da izləyirlər hər oyunu belə həyəcanla və Traktorsazi belə ki gedir çempionluğa da, faktiki İran çempionluğuna və belə görünür ki, bu il çempionluq traktorunda. İnşallah alınar. Yəni amma futbol da dünyada nəinki bizim regionda, bütün dünyada artıq idmanın çərçivəsindən çoxdan çıxıb siyasətə çoxdan çıxıbdır, əlbəttə, çoxdan çıxıbdır. Orada elə böyük pullar var ki, yəni təbiidir ki, siyasətə də qarışacaq da, yəni futbol, imенно futbol, belə deyək. Burada məsələ ondadır ki, burada hətta finans tərəfini, məsələn, maliyyə tərəfini mən qabartmazdım. Burada bu bir növ millətçiliyin, patriotizmin simvoluna çevirib Traktorsazi, hə? İndi elədir. İndi bu necə oldu? Traktorsazi belə deyək. Əvvəl adi bir klub idi. Biz də gedirdik. Təbii ki, indi misal üçün şəhrimizin klubu idi. Yəni belə deyək də bir sevgi, istək gedirdi. Amma bu həddə deyildi. O vaxt yəni stadionların ab-havası belə deyildi. Orada biz uzaqbaşı birdən gəlirdilər, görürdün Tehran komandalarının, Perspolisin, İstiqlalın azərkeşləri də olurdu. Onları sıxışdırırdıq. Bağmeşə adında bir stadion var idi. Onda bu Səhənd stadionu yox idi. Sıxışdırırdıq bir küncə. Sadəcə ən böyük şüarımız bu olurdu ki, yəni bugün hava bulutdur, vətənfuruş uyubdur. Belə bir vətənin satan uyubdur. Bugün hava bulutdur, nə bilim. Belə şeylər. Yəni bu 20 il əvvəldə təxmini Yaşar bəy. 20 il əvvəl, ha? 20 il əvvəldən də çox. Yəni mən 30 il bundan qabaqdan bəlkə sizə danışıram. Sonra düşdü aşağı liqiyə. O vaxtı güneydə böyük bir hərəkat başlamışdı. Babək Xürrəmdinin ad gününü bəhanə eləyib bütün milli fəallar Bəz qalasında yığışırdılar. Yəni biz də ora getmişik. İndi cavan da olsa getmişik. Və yəni bu çoxdanın sözdür. Bir 30 ildən bəlkə də çox, belə deyim. Və İran hökuməti gördü ki, artıq ciddi bir hərəkət yaranmış. Və bu milli fəallar hamısı yığışır ora və artıq əski şey də yox idi. Şeir, ədəbiyyat, musiqi və bu onları narahat eləməyə başladı. Və təbii ki, Sipah da buna reaksiya verməlidir. Yəni adicə bir dənə Təbrizin Ata-Air uçuş reyslərində türk dilində qonaqları salamlayıblar. Bugün onu həzm eləyə bilmirlər bunlar. Etirazlar ona qarşı qaldırıblar ki, bu nə deməkdir? Ölkənin bir rəsmi dili var, türk dilində. Yəni ingilis dilində eləyir, problem yoxdur. Amma türk dilində salamlamaq olmaz. Və bunlar başladılar bu hərəkatın qarşısını hər yolundan almağa.
Bir müddət gördülər alınmır, tutmaqla, kəsməklə, döyməklə alınmır. Neynədilər? Hər il həmin tarixə 1-2 həftə qalmış Sipah öz qoşunlarını tökürdü ora hərbi təlimat ilə. Və bir ay orada başlayırdılar, çadırlarını vururdular. Filan Behman özləri üçün ki, bəs bura artıq hərbi təlim keçirilir. Şəxsi insanların ora, mülklərin ora girişi qadağandır. Böyük bir ərazini bağlayırdılar. Ona görə yavaş-yavaş bu hərəkat köçürüldü stadionlara. Traktor onda aşağı liqada idi, heç kim də adını eşitmirdi. Amma bu şüarlar artıq o millətçiliyi orada baş alıb gedirdi və Sipah da bunu gördüyünə görə özü əl qoydu klubun üstünə ki, öz istifadələrini apara bilsin. Sipah bir müddət sponsorluq elədi Traktora. Traktor gəldi 1-ci liqaya və o vaxtdan da ki, görürsünüz da, 1-ci liqada da o il Traktor dünyada ad çıxartdı ki, biz 1-ci dəfə Asiya çempionatına çıxmışdıq və stadionda demək olar 100 mindən çox azərkeş yığılıb və orada böyük bir plakat çıxartdılar ki, Desos Azərbaycan is not İran. Yadımdadır. Və bayraqlar çıxdı. Ondan sonra yəni Sipah da qarşısını ala bilmədi. Bəzən də özləri məqsəd yönlü. İndi Sipahın içində də milli düşüncəli insanlar olmamış olmaz məncə. Çünki onda da biz misal üçün olmuşdu da, birdən bizi də olmuşdu. Bir arada bir görsən tuturdular, aparırdılar zat. Qayıdıb yəni özləri də deyirdilər ki, biz də bunu başa düşürük, biz də eləyik. Amma kömək də eləyirdilər ki, məsələ rahatlıqla həll olsun və çıxaq gedək. Yəni, belə şeylər də baş verirdi. İndi bu getdi stadionlara, yəni artıq kontroldan çıxdı. Kontroldan çıxdı. İndi, misal üçün, bax, bu son həftələrdə çox maraqlıdır ki, İran televiziyası, hansı ki biz etiraz edirdik ki, yəni bunun bu qədər azərkeşi var, milli televiziyadan sərasəri deyirlər də, yayını olan bir kanaldan Traktorun oyunları göstərilməlidir. Çünki kifayət qədər azərkeşi var. İndi özləri başlayıblar 5 ostanda Traktorun oyunlarını göstərməyə. Zəncan, Urmiyə, Qərbi Azərbaycanda belə deyək, Ərdəbil, Şərqi Azərbaycan, bir də Qərbi Azərbaycan yəqində, Urmiyə. Şərqi, Qərbi, Ərdəbil, Zəncan, bir də deyəsən, bir də bilmirəm, haradasa da yenə 4 ya 5 ustandə başlayıblar canlı oyunları göstərməyə. Ona görə deyirəm ki, indi yəni bunlar özləri də bilmir artıq neynəsinlər. Sadəcə məqsəd odur ki, İran bu rejim qalsın. Ona çalışırlar. Hər bir açılımada getməyə hazırdırlar. İndi, misal üçün, bax, nüvə söhbəti. Yəni, o vaxta qədər ki, B2-lər gəlib Körfəzdə dayanmamışdı. O məşhur Amerikan hərbi gəmisi gəlməmişdi Körfəzə. Bunlar deyirdilər, heç nə olan deyil. Hamısı blofdur, filan Behman. Gördülər, yox. Söhbət ciddiləşir. Ona görə indi danışıqda gedirlər. Danışıqlarda da bax belə idi ki, İranın ümumiyyətlə nüvə fəaliyyəti dayandırılmalıdır. İndi hardasa 3,7% zənginləşdirmək, bax belə söhbətlər gedir və bu da göstərir ki, zaman tutmağa çalışırlar. Yəni, indi qonşu ölkələrlə də çalışacaqlar ki, təbii, münasibətləri düzəltsinlər. Çünki Azərbaycan nə qədər də ərazi baxımından İran ölkəsindən kiçik olsa da, təbii ki, İran üçün böyük bir təhlükədir. Yəni, onlar da bunu başa düşürlər. Yaxşı olar ki, bu təhlükə ilə dostlaşsınlar. Hətta mən bəlkə də sabah eşitsək ki, artıq ana dilində məktəbdə açılır orada. Mən təəccüb eləmərəm. Yəni, vəziyyət o həddə gəlib çatıb. Eləmi? Yəni, təəccüblü olmaz sizin üçün? Yox, mənə təəccüblü olmaz. Yəni, əgər bir ölkənin dini ali rəhbəri deyir ki, bir ay bundan qabaq, bir neçə həftə bundan qabaq deyir ki, Trumpla müzakirəyə getmək Amerika ilə və ələlxüsusda Trumpla müzakirəyə getmək şərəfsizlikdir, ağılsızlıqdır, axmaqlıqdır və bir neçə həftədən sonra özü müzakirəyə gedirsə, yəni mən artıq hər şey gözləyirəm. Siz yəni doğrudan gözləyirsiniz ki, belə bu sistem demontaj ola bilər, belə, yəni proseslər
ona doğru aparır. Molla Yəni rejiminin demontajına, hə? ona doğru aparır. Ona doğru aparır və elə görünür. Elə görünür. Çünki indi bax mən belə görürəm ki, ola bilsin ki, bunların müvəqqəti də olsa bir razılıqlar əldə edəcəklər və bu da İsrailin xoşuna gəlir. Yəni İsrail bir işi başlayıbsa onu bitirmək istəyir. Amerikasız da bu çətindir onun üçün. Çünki İran indi Livan deyil. Necə də Əsla. ən azı ərazisi böyükdür. Yəni baxın, İsrail bir neçə ay bundan qabaq durdu, gəldi İranın bütün havadan müdafiə sistemlərini sıradan çıxartdı. Bunun ardı gəlməli idi, amma gəlmədi. Gözlədilər, Trump gəldi. İndi də yəni o bombalar, o uçaqlar Amerikadadır. Yəni İsrailin özünün o gücü yoxdur ki, gəlsin o yerin altındakı nüvə stansiyalarını bombalasın. İsraildə nə edəcək? Mənə elə gəlir ki, bunlar əgər bir razılığa da əl tapsalar, yavaş-yavaş İsrail başlayacaq içəridə o daxildəki o fiqurları terror eləməyə. Və heç də boynuna da almayacaq və bir-bir hamısını dənləyəcək. Və belə görüm, Xamneyi də onların içində ola bilər. Və bunlar yığılandan sonra, bunlar öldürüləndən sonra çox rahat bir demontaja gedə bilərlər. Mən belə görürəm. Artıq Demontaja gedə bilərlər nə mənada? Yəni içəridəki qüvvələr, hakimiyyət olimpiyində duran qüvvələrin belə bir fikri var. Yəni belə bir sızma varmı? Var. Yəni var. İndi içəridə böyük qüvvələr var ki, yəni orada da böyük bir İsfahan oliqarx kütləsi yetişibdir. Onların hətta bu sanksiyalardan varlananlar var və bu dəhşət pulları olanlar nətər olacaq, necə olacaq? Yəni hara gedəcəklər? Neyniyəcəklər? Yəni təxmini mənə Sovet İttifaqında baş verən prosesləri xatırladır. Təxmini 60-cı illərin ortalarında belə bir dövr başlanmışdı, period başlanmışdı. Artıq kommunizm ideyası sırf şirma idi də, üz qabılı. Üzdə idi. Elita artıq bu ideyaya inanmırdı və qərbə qarşı addımlar atmaq istəyirdi. İndi də yəni açıq söhbətlər başlayıb orada ki, rəhbərə təklif olunur ki, millətdən üzr istə və istefa ver. Rəhbərdən. Hətta ciddi belə çağırılışlar var və belə deyim sizə, bu bir neçə həftə bundan qabağa qədər də bu davam edirdi. Milli Məclisin qarşısında o müəyyən İslamçılar yığışmışlar ki, hicab əldən gedir, İslam əldən gedir. Və bir həftələrlə orada çadırlar qurub oturaq miting təşkil eləmişdilər. Təbii ki, bu da üzə çıxdı ki, daxildəki başqa bir müəyyən qüvvələr var. İndi orada üsulgəralar deyirlər, nə bilim, mühafizəkarlar deyirlər, islah tərəflər var, belə qurumlar var da. Bu mühafizəkarlardan hansı ki, bax, bu prezident seçkilərində də ümid edirdilər ki, misal üçün, ya Qalibaf seçiləcək, ya o birisinin adı nə idi, o seçiləcək, yəni təhlükəsiz də o idi. Onlar, bax, maliyyələşdirirdi bu insanları və axırda Milli Məclisin təhlükəsizlik qüvvələri töküldü bunları, yəni qadın idi əksəriyyəti də. Kim ki qaldı axıra qədər, bunları döyə-döyə maşınlara mindi də, vən deyirlər də bunlar. Hansı ki, cəmaatın qızını hicab üstündə basırdılar ora. İndi bunların özlərini basdılar o maşınlara və apardılar Tehranın ətrafındakı çöllüklərdə bunları düşürtdülər. Özdə elə düşürtmüşdülər ki, bunlar piyada gəlib çıxmışlar İmam Xumeyninin qəbrinə, Behiş Zəhriyədə qəbristanlığa. Yəni, bu da bir simvolik bir şey idi. Sonra etirazlar başladı. Bilərəkdən edilmişdi demək. Hamısı, yəni bunlar daxildə belə bir dəhşətli uçurum yaranıbdı bu qüvvələrin öz arasında. Artıq elə bir hiss edirlər ki, o Təbrizlilərin bir məsələ var, deyir, Əmir bazarı yansın, mənə bir dəsmallıq çıxsın. İndi bunlar o dəsmallığın ardınca gəzirlər. Yəni daxildə vəziyyət belədir. Yəni bu, məsələn, Urmiya hadisələrindən yəqin xəbəriniz var da bu yaxınlarda. Onu da, misal üçün, özləri planlı şəkildə təşkil elədilər. Bu, yəni, aydın görünürdü. Bu, İrançılar yığışmışdı Firdevsunun qəbrində, nə bilim, Kuruşun qəbrində
müəyyən mitinqdədirlər. Bunların da imamları ölüb. İmam Əlinin ölüm günləridir, o Qədir gecələri və bunlar əzadardılar. Dövlət də rəsmən elan eləmişdi ki, əgər siz bayram keçirsəz, şadyanalıq eləsəz, biz bunun qarşısını alacağıq, özü də çox möhkəm. Amma cəmaət buna qulaq asmadı və hamısı getdilər. Özü də oruçluq ayına da düşmüşdü da. Getdilər və başladılar milli fars millətçilik şüarları oxumağa, səsləməyə və kuroş hardasan. Misal şüarlarından biri buydu ki, biz Ariyayı ərəbə tapınmarıq. Bax, belə bir... Bu qədər. Bu qədər. Yəni, bu qədər açıq söhbət getdi və bunlar da sonra kürdlərə icazə verildi ki, Doğu, belə deyək də, Qərbi Azərbaycanda, yəni Urmiyədə gedib bunlar da özləri bayram keçirsin ki, tipa bunlar süni əhlidirlər, onsuz da imamzat tanımırlar da. Eybi yox, siz gedin, çöldə bayramınızı keçirdin. Bunlar da başladılar orada ərazi iddiasına, nə bilim, filana və bu da yayıldı millətin arasında. Sonra bu bir parlamentdə bunların bir Urmiyanın nümayəndəsi var idi, millət vəkili. Dəhşət savadsız və güya millətçidir. Bunu da saldılar ortalığa, qara paltarda zətdə, əllərində də ağaclar ki, baxın İmam Əliyə belə təhqir olundu filan ki, budur, filan, belə biz qoymarıq, biz türkük qoymarıq buna, nə bilim, birdən özləri də gözləmədən kütlə qoşuldu bunlara və bunları sıradan çıxartdı, artıq başqa söhbət, imamzat yaddan çıxdı, başqa söhbətlər başladı getməyə. Yəni, bunlar çox çalışırlar ki, bəzi şeyləri nəzarətə alsınlar, artıq eləyə bilmirlər, idarə eləyə bilmirlər. Tamam ipin ucu əllərindən çıxıbdır. İndi Azərbaycana da böyük heyətlə gəlməkləri daxildə də müəyyən mesajlar ola bilər. Yəni, indi pəhləvicilər deyirlər da, güya indi orada da bir ağılda insanlar var ki, təzədən deyirlər ki, pəhləvini quraq, şahənşahlıq gətirək, bizə yaraşan budur. Yəni, farslar əksəriyyət bunu deyir. Onların içində solcular da var, keçmiş solcular ki, təbii bunun əleyhinədirlər. Amma əksəriyyət indi kütləni dindirəndə hamımız deyir ki, şah. Yəni, bu da bir ayrı bir bədbəxtçilikdir. Və indi orada... Əksər kütlə deyəndə kimi nəzərdə tutursunuz, Yaşar bəy? Bütün əhalinin bir hissəsi, yoxsa etnik azlıqlar da bura aiddir? Fars bölgələrində, farslar yaşayan bölgələrində əksəriyyət Pəhləvi Ariyayı. Elə həmin o adamlar ki, yığışmışdı orada, biz Ariyayıq, ərəbə tapınmarıqsa deyənlər, bax belə deyirsizlər. Və heç... Bunlar da indi daxildə istəyirlər bir dənə illərdir, yəni bunu yayırlar, indi də şiddətini artırıblar ki, baxın, biz getsək, İran parçalanacaq. Bu maraqlı nöqtəyə gəldik. Bu, doğrudan mı belədir ki, yəni İran federalizasiyaya gedə bilər, bu rejim demontaj olsa, yoxsa o... Əslində, İranın başqa yolu da yoxdur. Yəni, əvvəl-axır buna getməli. Bunu yəni biz Pişəvəri hərəkatında da yəni illər öncə görmüşük. Artıq heç nə dəyişməyibdir. Əksinə, oyanış adi türk şəhərlərində, türklər yaşayan şəhərlərində oyanış, misal üçün bir 30 il bundan qabağa baxanda daha çox. Yəni gözə görünür. Mən birdən öz evimizdən götürək də. Mən misal üçün baxıram, görürəm ki, artıq atam da mənim kimi düşünür. Anam ki, heç nə vecinə deyir də, artıq o da bunu başa düşüb. Bacılarım bunu başa düşüb. Yəni o, necə deyim, ikili standardı sümüklərinə qədər, iliklərinə qədər cəmaat orada hiss eləyib. Məsələn, sərgi istirdi eləyə, Təbrizdə icazə vermədilər, modelyerdir. O geyimləri də özü çəkibdir, yəni çəkilib də rəsimdir, yəni bu foto deyil. Ona Təbrizdə icazə verməmişlər sərgiyə ki, açıq-saçıqdır geyimlər. Şey deyil, İslam şuunatına uyğun deyil. Amma Tehranda çox rahat buna icazə verirdilər. Bax, belə şeylərə. Bax, bunu gördü, yaxud hansısa bir yarış idi, nə idi? Yəni, açıq-aşkar gördü ki, başqa regionlardan gələnlərin haqqı həqiqətən yeyildi. Yəni, bunları insanlar yavaş-yavaş zamanla görüblər. Yəni,
o birdən traktorun indi belə bir milyonlarla azərkeşi yaranıbsa, bu da yəni futbol deyil, bunu hamı bilir. Orada futbol söhbəti deyil. Yəni bu bir ilə, iki ilə yaranmayıbdır. Bu illərin ərzində o cəmaatın oyanışıdır. Və orada da Kürdlərdən fərqli olaraq, yəni cəmaat mədəni inqilab eləyir. Yəni silaha əl atım, terror dəstəsi qurumsaq yox. Çünki biz İranda Türklər həmişə hökm sahibi olublar. İndi biz neçə ildir ki, bax bu dəyişibdir situasiya və bu dəyişəndən də o federalizmi yəni qurmuşdular da, pişəvəri qurmuşdular da, ondan artıq nə etməliydi. O xüsusi bir situasiyadır Yaşar bəy. İkinci Dünya müharibəsi bitirdi. Hər halda dünya müharibələri olanda yeni dövlətlər yaranır. Biz bunu bilirik də. Razıyam. O xüsusi situasiya idi. Amma istək var idi ki, yaranmışdı. Yəni mərkəzi hökumətin bütün təbliğatına, bütün təzyiqlərinə rəğmən daxildə, Türk şəhərlərində öz kimliyini, öz mədəniyyətini qorumaq istəyən, məsələn, Biriya elə belə birdən belə şair kimin ortaya çıxmamışdı ki, yəni bunlar var idi. Ya misal üçün elə baxın Molla Nəsrəddinin özü nə qədər güneydə çap olunubdur. Əlbəttə. Ordubadının misal üçün məşrut inqilabı haqqında Dumanlı Təbriz əsəri. Yəni bunlar olubdur, əvvəldən olub. Mirzə İbrahimovun Gələcək Gün əsəri var idi. Yox, çox əsərlər yazıldı bu mövzuda. Yəni ona görə, yəni bu milli kimlik var idi. Sadəcə bunu başladılar tapdalamağa və əzməyə və bilirdilər ki, məsələn, Pəhləvi gəldi, ilk işi o oldu da. Yəni Türk dilində danışan eşşək. Məktəblərdə rəsmən cərimə edirdilər. Yəni qutu qoymuşlar, kim Türkçə söz deyirdi, gərək ora pul ataydı. Yəni bu dərəcədə də olmaz da. Ona görə bu artıq baxın bundan sonra bu rejim getsin, kim gəlir gəlsin. Artıq o pərdələr açılıb, yəni qırmızı xəttdən keçmişik artıq. Yəni bundan sonra birgə əl-ələ verib yaşamaq çətindir İranı. Bunu yəni o vaxt əgər Azərbaycanlı bunu başa düşürdü, ya Kürd bunu başa düşürdü, Kürdlərin məsələsi tam fərqlidir. Onlar böyük bir layihədirlər özləri, böyük bir layihədirlər. Yəni necə ermənilər, bax onlar da böyük bir layihədir, o imperiyaların layihəsidir. Yəni eyni şeydir, eyni situasiyadır, eyni şeydir. Vəziyyətlərini İraqda da görürsünüz, Suriyada da görürsünüz, heç birinə müstəqillik də vermirlər, amma yenə də silahı yerə qoymur. Nəysə, mən hesab edirəm ki, getməlidir İran, yəni hətta bugün də o söhbətlər olunub, bu yaxınlarda da olunub. Elə Pezeşkiyan o vaxt millət vəkili olanda bir fraksiyon deyirdilər, yaratmışdılar ki, bölgələr özlərini idarə eləməlidir. Düzdür, bu artıq, bu hələ ki iqtisadi baxımdan idi. Federalizmə bir addımlar idi, bu nəğmələr gəlirdi. İndi də açıq şəkildə deyiblər ki, yəni belə bir, onun müavini də var, o da Azərbaycanlıdır, Arif. O da demişdi ki, bəs nə olar ki, hər bölgənin öz prezidenti olsun. Prezidenti olsun. Bəli, bəli. Hər bölgənin prezidenti olsun. Nə maraqlıdır? Artıq bax bu son aylarda bu söhbətləri tez-tez eşidirik. Hətta İran dövlət kanallarında, yəni orada özəl kanallar yoxdur. Artıq başlayıblar bir-birinə necə lazımdır sözlər deməyə. Düzdür, indi çoxu biraz pərdəni saxlayır, o rəhbərə çox şey eləmir, dolayısı yolundan, amma belə müxalif fikirlər səslənir. Çünki daxildə də indi o səmimi inqilabçılar da var ki, artıq onlar da bu vəziyyətdən razı deyirlər. Yəni, onlar da oturublar ki, biz müharibə elədik, inqilab elədik nəyə görə? Buna görə süfrəmizdə çörək olmasın. Artıq yəni orada cəmaatın sosial vəziyyəti faciəvi həddə gəlib çatıbdır. Həqiqətən cəmaat orta təbəqə demək olar ki, məhv olubdur, yoxdur. Yəni, özlərinin dediyinə görə sən ayda 30 milyon demişlər, neçə demişlər, ondan aşağıda sən əgər gəlirin varsa, sən artıq yoxsulluq xəttindən aşağı yaşayırsan. Bunlar bunu özləridir. Orada əksəriyyətin işləyir zavodda, orada, burada 7 milyon, 8 milyon maaşıdır. Yəni, cəmaat həqiqətən... Yəni, maddi vəziyyət çox ağırlaşıb deyirsən. Çox ağırlaşıbdır. Bunlar da bunu görürlər.
və ümid edirlər ki, sanksiyalar götürüləcək. Bunlar güya indi danışqazada gedirlər və mən inanmıram sanksiyaları götürsünlər. Çünki bunlarla Trump da uşaq deyil, o birisi də uşaq deyil. Bilirlər ki, o 3,7% saxlamaq o deməkdir ki, sən gedəndən sonra mən bunu təzədən bərpa. İsrail də nə deyir? Deyir ki, bu texnologiyanı əldə eləyir. Bunun mütəxəssisi var. Bunun savadı var. Biz gərək elə bunu yığışdıraq ki, bir də qura bilməsinlər. İndi İsrail ilə Amerikanın bax belə bir təzadlı fikri var bir-biri ilə. Trump da nə deyir? Deyir, quraq da səfirliyimizi də açaq orada. Bir dənə change rejim eləyərik yüngülvari. Gedək quraq da qaz bıraq, qazan dolduraq da İran da. Məsələn, mən baxırdım, bunların bir adı yadımdan çıxıb, adı o qədər yadımda qalmır. Amerikada bir sosioloq idi, danışırdı ki, misal üçün Türkiyəni misal çəkir, İranı misal çəkir ki, biz bu ölkələrindən işləyə bilərik. Çünki bunların tarixi var, bunların ənənəsi var. Amma Səudiyyə ilə biz heç vaxt tərəfdaş ola bilmərik. Açıq deyirdi bunu. Necə ola bilmərik? Çünki bunlar hansısa bir imperiya dağılıb və bu ölkələr yaranıb. Necə ki, indi bax, Avropada Şərq blokunu deyək də, SSR dağıldı, nə qədər ölkələr çıxdı. Hansını ciddi qəbul ediblər? Ən ciddisi Ukrayna idi, gözümüzün qabağındadır. Orada lider dövlət Polşadır. Bir dəfə yazmışdım. Polşa heç də. Polşa indi Çexiyadır, Polşadır. Bunlar biraz hesabları fərqlidir. Polşa özü bir imperiya olub əvvəllər. Reçpospolita. Onlar özləri, ya Çexiya özü. Biz şərqdə ümumiyyətlə əvvəllər Avropa kəlməsi olmayan da dilimizdə. Biz Frəngistan, bir də Lehistan ifadəsi var idi. Frəngistan Qərbi Avropa idi bütünlüklə. Fransanı və Lehistan isə bu həmin Reçpospolita adında bir imperiyanı əhatə edirdi. Hansı ki, demək, Polşa, Baltik ölkələri, Ukraynanın özü, Çexiya, Çexoslovakiya deyilən ərazi, bütün bunu demək belə deyək də, dənizdən dənizə kimi, Baltik dənizindən Qara dənizə kimi olan bir əhatə, bölgəni əhatə edirdi. Amma qayıdaq coğrafiyamıza da bizi maraqlandıran bizim coğrafiyadır. Bizdə baş verəcək prosesləri. Əgər siz deyən kimi, əvvəla bir neçə sual yaranır burada. Birincisi, əgər İranda doğrudan da vəziyyət həm maddi durum, həm mənəvi durum bu qədər acınacaqlı, ağır vəziyyətdədirsə, nədən Trump kimi bir, yəni hər halda məlumatlı bir adamdır, yəqin ki, bunun kəşfiyyat xəbərləri var. Nədən bu qədər hədə-qorxu ilə danışır? Əgər vəziyyət elədirsə, bir qədər gözləyib İrandakı demontajı gözləmək olmazmı? Çünki bu dil hədə-qorxu dilidir İrana qarşı və deyilir ki, əgər İran dövləti danışığa gəlməsə, o gücü hiss edəcək, yəni ki, hətta zərbələrə qədər gedib çıxa bilər. Bu isə daxili birləşdirə bilər. Əgər xarici bir intervensiya baş verirsə bir ölkəyə, deyəcəklər ki, bax, xaricilər gəlib, dinsizlər gəlib, kim gəlib. Bu əksinə prosesi yavaşıda bilər, bərkidə bilər o cəmiyyəti. Yox, elə düz düşünmürəm. Yox, artıq elə deyil. Yəni, artıq İran 47 il bundan qabaqki İran deyil. Yəni, mənim burada bir tanışımız var, siz də görmüşsünüz. Yəni, iki yaxşı uşağı var, orada doğulmuşdular. Yaxşı ki, o Azərbaycan metrika deyirsiniz, nə deyirsiniz? Bax, onu düzüb qoşmuşdu o vaxt, kimsə başa salmışdı ona səfirlikdə və gəldi vətəndaşlıqlarını bərpa elədi. Onlar misal üçün bizim o şanlı günlərdə o 44 gün müharibədə, yəni Azərbaycanda idilər. Uşaqlar çox saf və 14 yaşı var idi birdən belə. Çox saf və səmimi deyir ki, burada yəni cəmaət necə ölkəsini sevir? Hər yerdə bayraq var. İranda bunu görə bilməzsən. İranda həmin bu mitinqlərdə siz baxın, elə həmin bu indi İran İslam Respublikasının bayraqlarını endirib cəmaət özü yandırdı. Kimliyindən, etnikindən asılı olmayaraq bunu elədilər. Yəni artıq ölkənin orada bir illüziyası qalıbdır. Bu rejimin bir illüziyası. Yəni heç kim qorxmur artıq, saymır. O həddə gəlib. Bunu da özləri bilirlər ki, əgər bir dənə İranda qıraqdan müdaxilə olsam, bir raket atılsa, millət ayağa qalxacaq, ayaqlanma olacaq. Amma etniklərin birləşməsi, əl-ələ verək, İranı qaldıraq, xeyr, elə şey olmayacaq. Çox güman qərb dövlətləri də bunu istəmir. Ki, yəni, İranda bir parçalanma olsun, ya bir vətəndaş müharibəsinə getsin. Ola bilsin ki, planlarında bu yoxdur. Hər halda dedim, İrana baxışları başqa cürdür. Suriya kimin deyil, İraq kimin deyil.
Yəni adam özü bu Amerikalı özü dili ilə dedi ki, bizim üçün yəni ciddi ölkələr bunlardır. Yəni saydı dedi, yaxın şərqdə ciddi ölkə bax bizim üçün İrandır bir də misal üçün Türkiyədir, amma Səudiyyə heç vaxt bizə ciddi ölkə, ciddi tərəfdaş ola bilməz. Belə Yəni diqqətlə deyirsə ki, Qərb dövlətləri İranın federalizasiyasının qarşıdır. yox, Və istəyirlər ki, bütöv dövlət saxlansın, hə? hə, onu görünür ki, onu istəyirlər. Görünür ki, onu istəyirlər. Yəni bir də indi misal üçün etniklərdə deyəndə ki, indi ciddi şəkildə silahlanmış kürdlərdir, yəni həmişəki kimi. Yəni kürdlərdir. Bu etniklərdə demək, biraz da o ərəblərdə zətdən bəluslarda var, o da o Sistan, Bəluçistan tərəfi Əfqanistana yaxında, orada biraz belə silahlılar var. Belə çətin söhbətdir də, amma getməlidir, yəni variant qalmayıb. Federalizmə getməlidir İran. Mən özüm bunu istəyərdim. Başa düşürəm. Əslində çox ağır proseslər barədə danışırıq. Çünki Suriyada bu baş verən prosesi gördük, çox uzun və acı çəkdi. 10 illərlə çəkdi və indi də sonu nəhayəti görünmür. Biz istəməzdik ki, bizim xalqımızın bir hissəsi olan Güney çox ağır proseslərə qoşulsun belə. Onunla bərabər, əgər bu hadisə baş versə, regionda böyük destabilizasiya olacaqdır. İndi onu da başa düşməliyik. İstəsən də, istəməsən də, əgər bir dövlət parçalanırsa, özdə imperiyalar. Sovet İttifaqının parçalanması indiyə kimi davam edir. Yəni, Ukrayna müharibəsinin timsalında bunu görürük. Yəni, Sovet İttifaqı o zaman rəsmən öz-özünü elan elədi ki, dağıldı Yeltsin 1991-ci ildə də dekabrında. Amma onun parçalanması illərlə çəkdi. Hələ də davam edir. Qarabağdakı müharibə də elə onun bir tərkib hissəsi. Bəli, bir hissəsi idi. Biz buna nail olduq şükür Allaha. Amma Ukraynadakı məsələ göstərir ki, həmişə uğurlu sonluğa gəlib çatmaq olmur, çox çətin olur. Yəni, biz ümid eləyək ki, bütün bu proseslər bizim Güneyimiz üçün ən uğurlu sonluqla bitər. Sizə də minnətdarlıq eləmək istəyirəm bu ətraflı söhbət üçün. Biz davam eləyəcəyik bu söhbətlərə, Yaşar bəy. Çox maraqlıdır. Biz oradakı hadisələri izləyirik, amma siz bizdən daha yaxşı bilirsiniz hər hal. İndi bacardığımız qədər biz də izləməyə çalışırıq. Özümüz gedə bilmirik. Amma oradan-buradan indi şükür də internet filan çalışırıq izləməyə. Oldu Elmir müəllim. Ümid eləyək ki, inşallah siz gedərsiniz ora, inşallah. Çox sağ olun. Bir daha təşəkkür edirəm. Sağ olun, minnətdarım.